Hamınıza salam dostlar. Hamınızı xoş gördük. Keçən videomuzda, video derken uzun video eləmək istədim, amma alınmadı, üzrlü sayın. Sizə Core PUBG nətər indirilmək istəyir, yəni indirmək olar, üzrlü sayın danışa bilmədim. Onu öyrətmişdim. Bir çox insanın faydasına inşallah dəymiş olar. Amma dostlar, o qədər zəhmət çəkirəm, yəni bəyən atmırsınız, like atmırsınız, abunə atmırsınız. Nəysə, elə təzədə, yəni təzədə. Keçək, Koreli PUBG niyə bu qədər insan indirmək istəyir? İlk olaraq, burada qlobalda olub, gəlib və indiyə kimi gəlməyən setlər var. Sandıqlardan başlayaq da dostlar. Elə şey, baxın bu. Elə bunun özü Kia. 2026 model Kia. Hara gəlibdi bilirsiniz? Arada yazılmışdı. Klasik sandığa. Bunu yəni bundan bir dənə əldə eləmək çalışa bilərsiniz. Nəysə. Əsas fantaziya buradadır. Burada da şer mühafız bilmirəm amma adı. Şer mühafız edim nəsə seti. Destansı atdıq. Çox nadirdir bu gözlük. Əsasımız buradadır. Kovboy dəri seti. Baxın bu. Hardadır? Malzemə sandığında. Sadəcə 5600 BP parasına. 1-2 gün açmadıqda isə 700 BP parasına açırsınız. Mən bunu təkdə çıxartdım. İlk gündə. Yəni bəxtim burada yaver gəldi. Bunu çıxartdıqdan isə, bunu çıxartdıqdan elə baxın bunun özü maska. Oyuna yəni BP malzeməyə girmirəm. Sonra baxın dostlar bura nə gəlibdi. Bura baxın. Kraliçe. Kar kraliçesi nəsə deyirlər. Bunun özü. Sonra dostlar buna baxın elə. Bu. Sonra bir vaxtlar var idi altın tedikçi seti. O da klasik sandığındaydı da deyəsən. Yo bir dəqiqə. Baxın buna. Bu. Sonra üstümdən deyirəm ha. Bu var idi. Çanta var ya. 100 nəfər öldürəndə verdi. Baxın yəni burada. Burada veribdi dostlar. Dostlar göstərdiyim kimi bir vaxtlar ananas koftası seti var idi. Tam buraya gəlibdi. Özü də 356 paraya. Müftə idi də yəni. Ucuz bir şey. Sonra baxın bunlar. Bu neyse bunu ücretsiz aldı. Bunun özü bu klasik sandıq. Kaskın özü klasik sandığa. Sandıq deyirəm ha. UC-siz. Bax bunlar. Elə sizə əsas bombanı göstərəsiyəm. Bunu deyirəm bax bu ananas seti gəlmişdi ora. Bunun inşotmanı da var altı amma məndə yoxdur çıxartmamışam. Ora gəlmişdi. Bunu tək atmışam. Neyse dostlar. Uzun sözün qısası. Bunu yükləməyə faydaları. UAZ var ya. Bax. PC deyə bir UAZ. Bax hablardır. Bax belə bir şeylərdir. Neyse dostlar. Əsas yer isə tam olaraq burasıdır. Sandıq yox ha dostlar. Gəlin. Tam da burası. Bunlar boşdur. Globalda da var. Bir dəqiqə. Hardan aşağısı idi? Ucunu göstərəcəm. Bax. Ucu dedim çox keçdi. Bu tava. 30.000 gümüşə. 30.000 deyirəm ha. 300.000. 3 milyon yox 30.000. Çanta. Kaska baxın dostlar. Elə bil ki dikenli kaskıdır da. Dikenli kaskı götürüb abra qoyublar dostlar. Nəysə. Bunun özü sizə bəsdir. Danışır yəni bu. Dil açıb danışmağa var. Sonra bax bu 3300. 2100. Bunlar globalda var. Yox ha. Bunlar yoxdur. Biraz bahadır deyəsən.
Ben globalda bundan xəbərim yoxdur. Mənə baha gəldi. Sonra baxın. Bu paraşüt var. Halloween'da gəlmiş. Halloween modu var idi. Cadılar Bayramı onda. Kar 98'e bax. Tulum. Skara bax. Dostlar 2416 tulum. AKM tulum. UMP tulum. Yəni bunların hamısı tulumdur. Nadir deyə bunlar. Oyuna bir dəfə gəlibdi. Sonra dostlar. Bir dəqiqə. AKM bu var ya bu desen. Bunun deseni hal-hazırda M249'a var görevlerde. Sonra Skarel olmalıdır. Yok globalda yok ama vardı ya. Ben bile. Sonra burada QBS'e bakın. Bunu çıkarttım. Teze videonu çekmezden evvel. Sonra buralarda heç nə yoxdur. Buralarda heç nə yoxdur. Bakın Uzi. Bu vektör var ya bu. Heç globalın özünə gəlməyib ha. Sonra bak bu S12K. Pompalı. Buralarda da heç nə yoxdur. Bir dənə tava var onu da takmamışam. Globalın özündə də var. Dostlar videomuz bu qədərdir deməyəcəm. Göstərəcək çox şey var deyəsən bir dəqiqə. Burada kasılmaq üçün səviyyə çox asandır. Yəni səviyyə kasılmaq həddindən artıq çox asandır da. Kasılmaq istəyən. Uzun sözün qısası. Hesabınız bam yedi. Gəlin kasın. Girirsiniz Koreyə. Gəlib kasırsınız. Göstərə bilmədiyim bir şey qaldı mı? Hə, bir də UC-nin qiymətləri. Dostlar, UC-nin qiymətlərinə baxın. 79 dollara 60 UC. Globalda nə qədərdir? Türk puluyla 22 manat. Bizim pulla da 2 manat. Mən bilən. Amma burada sadəcə 1 manat, 1 manat 50 qəpik ödəyərək 60 UC-yə sahib olursunuz. 4 manata 180 UC. Çox ucuzdur yəni qarqa. Sonra burada da var. Baxın dostlar. Amma mən bilən keçən sezon bu gəlməmiş, ödül yol gəlməmişdi bura. Nəsə bu sezon gətirdilər. Bu oyunu 2 sezonlu mu 3 sezonlu oynayır ha. Mən bilən 2 sezondur. Nəysə dostlar, nə sizi çox yoracağım, nə də özümü. Videom bu qədər. Bir şey də yaddan çıxartmayaq. Like atmağı və abunə olmağı heç zaman yaddan çıxartmayın. Abunə olaraq bizim də yanımıza qatıla bilərsən. Kanalım yeni olduğu üçün hamınızı çox sevirəm. Sağ olun, like və abunə atmağı unutmayın.